Deməli, fəza fiqurları. Fəza fiqurları imtahana əvvəl bəzən düşürdü, bəzən düşmürdü. İndi demək olar ki, əksər hallarda imtahanlarda istifadə olunur. E, Məqsəd nədir burada? Bax, əsas ən geniş yayılmış versiyası kublardır ki, hər imtahanda artıq bir dənə təxminən sual olmuş olur. Sadəcə çətin deyil. Bir neçə qızıl qaydaları bilsəz, çox sıxıntı yaratmayacaq. Ümumiyyətlə, kubun 6 dənə özü var. Yəqin ki, bunu bilirsiniz. Bu hər hansısa bir kubun təsviridir. Belə ki, kubun 6 dənə özü var. Bunları da belə çəkib göstərə bilərik. Kubun 6 dənə özü var. Bax, bu üzlə aşağıdakı üz adlanır paralel üz. Yəni qarşı üz. Bu üzün qarşı üzü, bax bu sol tərəfdəki üzdür, biz onu görmürük. Qabaqdakı üzün qarşı tərəfi isə arxadakı üzdür. Yəni kubun 6 üzü var, 3 dənə də paralel üzləri var. Yəni hal-hazırda belə deyək də, tutalım siz hər hansısa bir otaqda oturmusunuz və otaqda yuxarı ilə aşağı paraleldir, yəni qarşı-qarşıyadır. Sağ divarla sol divar qarşı-qarşıyadır. Qabaq divarla da arxa divar qarşı-qarşıya üzlər sayılmış olur. İndi məsələ nədir? Birinci tip suallarda, bax bəzən bu tip suallarda istifadə olunur. Verilən kubu yığın hansı, deyir ki, verilən kubu yığanda hansı rəqəmlər görünə bilər? Bax, dedik ki, burada bu üzün qarşı üzü aşağıdakı üzdür, görmürəm. Bu üzün qarşı üzü bu yandakı üzdür, görmürəm. Qabaqdakı üzün də arxadakı üzdür. Və burada eyni anda qarşı üzlər görünmür, düzdürmü? Çünki mən hal-hazırda gördüyüm üzlər qonşu üzlərdir. Bu bunun qonşusudur, bunun da qonşusudur. Və eyni anda qarşı üzlər görünməz. Bəs kubun açılışında qarşı üzlər nədir? Bax, 5 ilə 6 qarşı üzdür, paralel üzdür. 1 ilə 3 paralel üzdür. Həmçinin 2 ilə də 4 paralel üzdür. Yəni bunlar adlanır qarşı üzlər. Belə Lorel də desən, belə deyək də, aralarında bir dənə üz olan digər iki üz qarşı üz adlanır. Kubda qarşı üzlər eyni anda görünməməli. Məsələn, bax bilirəm ki, 5 ilə 6 qarşı üzdür, düzdürmü? Eyni variantda ola bilməz. Yəni eyni anda həm 5, həm 6 görünə bilməz. Ona görə B-ni çıxırsan 5 və 6-ya görə. Həmçinin 2 ilə 4-də qarşı üz daxil, düzdürmü? 2 ilə 4 də eyni anda görünə bilməz. 2 ilə 4-ü də çıxırsan, cavabın ya A-dır ya D. Bir də ki, 1 ilə 3 qarşı üz daxil. A-da da 1 ilə 3 olduğuna görə çıxırsan, cavabım olur D bəndi. Bu təbii ki, sadə sualdır. İmtahana belə düşürmü? Bəli. Misal üçün, sentyabr imtahanına, 25 sentyabr dövlət qulluğu imtahanına və bu sualdan istifadə olmuş. Eynən belə bir sual idi. Yəni, birinci əsas məsələ kublarda nəyə baxırsınız? Qarşı üzlər eyni anda görünmür. Çünki sən, misal üçün, bu üzün qarşısı aşağıdadır, axı mən görmürəm. Bunun qarşısı sol tərəfdədir, görmürəm. Bu üzün də qarşısı arxa tərəfdədir, mən onu görmürəm. Qarşı üzlər eyni anda görünə bilir. Tamam? İndi. Bəs bu sualda nədir cavab? Yəni səhvə yazın. Baxaq. Bilirəm ki, bax 4-ün qarşı üzü bir dəqiqə. Mürsəl, salam, axşamınız xeyir. Səs asa bilirsiniz? Bəli, bəli, müəllim, aça Aha. bilirəm. Mürsəl, 4-ün qarşı üzü hansıdır səncə? Bu sizə qaranlıq qalıb. Müəllim, heç bir şeyin başa düşməmişəm, mənə çatmadı. Bax, belə deyim də. Bax, 4-ün qarşı üzü 10-dur. Arada bir dənə üz saxlayırsan da. 8-in qarşı üzü hansı olacaq onda?
2. Müəllim, bu Düzdürmü? bu kubun nə açılış formasıdır. Hə, Bu açılış formasıdır. Bu deyə bu indi bəli, rəqəmli olanlar elə. bəli. Bunu yığmalısan. Hə, indi biraz başa düşdüm müəllim, indi başa düşdüm. Bax, məsələn, 7-nin də qarşı üzü 1-dir, düzdürmü? Bəli. Bax, bu üzün qarşı üzü hansıdır səncə? Kubda. Altdakı, düzdürmü? Aha. Görmürəm axı. Bəs bunun qarşı üzü hansıdır? Dolar ya 8. Yox, şeydə, yəni ki, buradan göstərsən, bax bu tərəf, düzdürmü? Sol tərəf. Məsələn, bu qabaqdakı üzün qarşı üzü hansıdır? Paralel olanı. Qarşı üz, yəni paralel olan. Məsələn, bax, hər hansı bir divarda, hər hansı bir evdə Arxasında. oturmusan da, düzdürmü? Yəni, bax, yuxarı ilə Hə. aşağıdır, bir-birinə paralel olan. Qabağındakı divarla arxadakı divardır, bir də sağdakı ilə soldakı. Tamam, bu qabaqdakı üzün qarşı üzü, arxa üzü. Və burada eyni anda qarşı üzlər görünə bilməz. Məsələn, bax, 8-in qarşı üzü 2 deyil, 8 ilə Hı -hı. 2 qarşı üzü daxil. Hansı variantı silərəm? Bax, C-ni silərəm. Bilirsən niyə? Həm burada, həm 8, Eyni həm 2 olanları görünə bilmir. Hayır. onu bildim mən. Ha. Ha. İndi məsələn 4 ilə 10 qarşı üzü hansı variantı silərəm? A variantı müəllim. Ana yeni. Həmçinin A-na Y-ni, düzdür? Ha. Bir də 7 bir 7 də var, ilə o da yeni. 7 də bir qarşı üzü daxil, 7 ilə 1 də silirsən, cavab qalır D B variantı. variantı B'dir mənim. Aydındır. Yəni qarşı üzlər eyni anda görünməməli. Sağ olun müəllim, çox sağ ol. İndi növbəti sualı verirəm sizə. Bunu da bir dənə çata yaz. Deməli, bilirəm ki, A-dan C qarşı üzdür, düzdürmü? Ona görə bizdən uyğun olmayanı istəyir də. Bax, B ilə Y qarşı üzdür axı, düzdürmü? Uyğun olmayan C bəndi. B ilə Y eyni anda görünə bilməz. Uyğun olmayanı istəyirdi çünki. Bəli. Görürsünüz necə çaşdırdı? Tamam. İki əsas məsələ. Qarşı Şərti üzvlər, çox diqqətlə oxumaq lazımdır. bəli, şərti diqqətli oxuyun. Şərt Bax, şərtdir. məsələn, burada. Deyik, pulun açılışına uyğun olan variantı seçin. Rəqəmlərin dönməsini nəzərə alın. Bax, məsələn, 4 ilə 5 qarşı üzü daxil eyni anda görünə bilməz. Bax, B səhvdir. Görürsən, 4 ilə 5-i eyni anda veriblər. 5 ilə də 4 eyni anda veriblər. Bunlar qonşudur, amma burada qarşıdır. 1 ilə 3 1-3 C qarşı variantda üzüdür. gedir. 1 3-dürsə, C də gedir. 2 ilə də 6 qarşı üzü daxil. D-ni də çıxırsan, yerdə qalır Y variantı. Bax, bu tip suallar, təbii ki, asan səviyyədəki sualların əksəriyyəti bax, qarşı üzlərindən tapılır. Bunların hamısı. Ki, qarşı üzlər eyni anda ola bilməz. Bunlar gedəcək. Məsələn, indi mən sizə bir dənə qayda deyəcəm kublarla bağlı. Bax, bu sualda isə artıq qarşı üzlər bizə çox kömək olmur. Burada məsələ nədir? Bax, ümumiyyətlə, yadda saxlayın ki, kubun 6 dənə üzü var. Kubun açılışı həmişə olmalıdır 1, 4, 1.
Bunun açılışı 1-4-1 formatında olmalıdır. Bu nə deməkdir? Bax, bir dənəsi belə, 4 dənəsi belə, bir dənəsi də belə. Bu təbii ki, bu formada da ola bilər ha, məsələn. Bax, 4 dənəsi belə olsun, biri sağda olsun, biri solda. Tamam, bax belə. 1-4-1 yenə uyğunluq olur. Bu bunun əsas məsələsi. Birincidə e, əsas məsələ 1-4-1 qaydası olmalıdır. Burada zaten verilib o heç. İndi bu sualları necə edirsən? Bax, bu suallarda sağa sola falan fırladıb eləmək olar. Bu nə deməkdir? Məsəl üçün, bax, ümumiyyətlə, burada 1-4-1 olan versiya var ha, həmişə. Bax, məsələn, C-nin solunda nədir? Bax, C-nin solunda bilirsən ki, B-dir. Bəs yaxşı, C-nin sağında nədir? D-dir. Bu heç. D-nin solunda C-dir. Bəs D-nin sağında nədir sizcə? D-nin sağında, baxın, A-dır. A olur da. Ha. Yəni, ən soldakı ən sağa gələ bilər. Yəni, bax, bu D-nin sağına sən A-nı götürə bilərsən. Belə suallarda ən soldakı fiquru necə var elə gətirib ən sağa atırsan. Ben Həmçinin burada uyğun cevap D olaraq. değil. D variantı değil cevap burada. D deyil, yox. Yox, D deyil. Orada istiqamətlər nəzərə alın. İndi məsələn, bax, A-nın solunda nədir? D-dir. Tamam. D necə var elə gəlib yanır. İndi, baxıram nəyə? Bu, deməli, ən 4 dənəli olanlarda ən sağdakını ən sola, ən soldakını da ən sağa olduğu kimi götürə bilərsən. Bəs məsələ nədir? Bəs bu 2 dənələr var ha, bunlar necə olur? Baxın, elə bilin ki, bunu sən 90 dərəcə sağa aşırırsan. Elə bilin ki, Mamed müəllim yanı burada. Bu kubu aşırdır bunun üstünə. Hə, bu Y bunun üstünə aşanda Y'nin ayaqları hara baxmalıdır? Aşağıya bakmalıdır. Belə, C'ye doğru bakmak. belə. Düzdür? Elə bil ki, bax, sən bu nöqtəni sabit qalır, bu nöqtəni gətirib aşırdırsan bura. Y gəlib belə dayanır da. Məsələn, bax, bu Y-ni aşırsan bir dəfə bura, olur belə. Bu Y-ni bir dəfə də aşırsan, olur, bax belə. Peki, bunu bir dəfə döndərirsən. İndi yaxşı, bu F-i C-nin altına necə götürərəm? F-i bura aşırdan necə dayanır? F-in ağzı hara baxmalıdır? Burada FC'ye isə var, bakacağım. Yəni belə, F böyrüsü olmalı da mən belə. belə. Düzdür? Çünki bax, bu nöqtən sabit qalıb. Bu nöqtəni isə gəlib bax, bura birləşməlidir. Yəni, bax, bu nöqtən gəlib bura birləşməlidir. Yəni, F-im olur belə. F-i bu sola aşırdanda isə F-i sola aşırdanda bax, bu xətt gəlib olmalıdır belə. Bir dənə burada aşırmaları tapandan sonra hər şeyi tapırsan. İndi bəs bu sualları bəs mən necə işləyirəm? Bax, birinci başlayıram A bəndini. Buna deyirəm mərkəz, buna deyirəm sağ, buna da deyirəm Y. Baxıram ki, C-nin sağında D-dir. Bax, bəli, C-nin sağında D-dir. Bəs C-nin üstündə Y-dir. Bax, Y-ni C-nin üstünə aşırdanda axı Y gəlib belə dayanmalıdır. Üz aşağı dayanmalıdır. Səhvdir. Y-nin istiqaməti səhvdir. Bəli, A bəndi getdi. B bəndinə baxıram. A-nın sağında B deyil, axı A-nın sağında B-dir, D deyil. D A-nın solunda qalır. Tamam, ən sağdakını ən sola götürüb buyursan. Yəni A-nın sağında B-dir, D deyil. Ona görə B bəndi səhvdir. Bu düzdür, bax, A-nın sağında B-dir. Amma A-nın üstündə Y olmalıdır. Axı Y-ni aşırsam gəlib yanır belə. A-nın üstündə Y olmalıdır, C yox. Həm də burada bilirsən ki, A-la C nədir? Qarşı üz. Eyni anda görünə bilməz. Ona görə C bəndində çıxırsan. Məsələn, buna baxıram. D-nin sağında A. Bax, bəli. Bu misal, bu D-ni gətirib ən sağa olduğu kimi ata bilərəm. Düzdür. D-nin sağında A. Görürsünüz? Amma D-nin üstündə Y necə dayanır? Bax, Y-ni bir dəfə aşırsam, Y olur belə. Y-ni bir dəfə də aşırsam sola. Y-ni bir dəfə də aşırsam sola. Y-miz gəlib dayanmalıdır, bax, bu formada. Yəni, bu istiqamət səhv. Cavab zaten Y bəndi qalır. Çünki bax, C-nin sağında D-dir. C-nin sağında D-dir. C-nin üstündə Y-nidir, yaxı Y gəlib belə dayanmır. Hər şey aydın.
Buna bağlı sualı olan var. Növbəti suala da baxacağıq təbii ki. Anlaşılan oldu bence. Bəli. Bu Aha. izah sonuncu izah daha anlaşılan oldu. Yani başa düşmeye oldu. Mesela. Başa düşmədimi? Səsinizi yaxşı eşitləmirəm. Deyirəm ki, yəni axırıncı izah etdiyiniz variantlar üzrə izah daha anlaşılan oldu. Aha. Ya birinci, təbii ki, birinci ümumi gedişata baxırsan. Amma məsələn, baxıram buna. Yəni, açılışa uyğun olan siz. Bir variant. Baxıram ki, bax, C-nin sağında B veriblər. Amma axı bizdə C-nin sağında deyil, axı C-nin solunda B-dir. Görürsünüz? C-nin ağzı D-yə baxır, burada B-yə baxır. Bu səhv. Buna baxıram. A-nın sağında D veriblər. Axı A-nın sağında bizdə B-dir. Bu da səhv. Bax, bu düzdür. A-nın sağında B, düzdürmü? Bəs A-nın üstündə Y. Bu Y A-nın üstünə gələndə necə gəlir? Yuxarı baxmalı da Jurda. Ayşə, bax, sən bu Y-ni bax, götürüb aşırsan bura, bax, Y gəlib yanır belə. Bax, bu formada. Bax, Y yuxarı baxmalıydı. Ona görə C bəndi səhvdir. Baxıram, məsələn, buna. Bax, D bəndi olur cavab. D-nin sağında A-dır. Bax, ən sağdakı D-ni götürüb ataram sola. D-nin sağında A-dır. D-nin üstündə Y-dir. Bax, mən Y-ni bir dəfə sola açırsam, gəlir Y-miz yanır olur belə. Bir dənə də sola açırsam, Y-miz gəlib yanır olur belə. Bax, hər şey düzdür burada. Bəs Y bəndində problem nədir? C-nin sağında D-dir. Bu heç. Y C-ni aşırılmıyor da orada. Ayşə. Y-ni aşırdanda dedi, axı Y belə dayanmalı. Ona görə Y bəndində problem var. Mehmet müəllim dərs ol deyəsən. Bayaq dediniz. Aşırmaq yaddan çıxır. Nətər? Hə, aşırtma yaddan çıxır. Aşırmaq. Başı düşdü bə. Mənim başı qarışmır. Baxıram məsələn bu suala. Bax, burada artıq istiqamətlər var. Söhbət var ha. Burada artıq istiqamətlər rol oynayır. Burada məsələ nədir? Bax, bu yenə açılışı verir. Bax, artıq burada uşaqlar dəyişir versiya. Niyə görə? Bax, səndən mərkəzdə nəyi görürsən? B-ni. Bax, B-nin üstündə C deyil. Mən necə eləyim ki, B-nin üstündə C olsun? Baxın, kuba buradan baxaram. Bax, kuba buradan baxsam, görürsünüz, bax, bu tərəf ki, yanırsınız bu tərəfdə, bu tərəfdə. Ki, Mehmet müəllim yanır bu tərəfdə. Kuba baxır buradan. Belə baxır. Deməli, B-nin üstündə C-dir. Görürsünüz, bax, B-nin üstündə C-dir. Bəs B-nin sağında nədir? Bax, B-nin sağı bura olur axı artıq. B-nin sağı F-də də cavab A bəndidir. Tamam, baxın. B-nin üstündə C-dir. Kuba buradan baxsam. Yəni, başınızı yan tərəfə tutun, buradan baxın, Kuba. B-nin üstündə C-dir, B-nin sağında F var. Necə var elə? B-nin üstündə C, sağında F. Aydındır? Bu üsul çətinsə sizə bunun başqa bir üsulunu deyim. Müəllim Bu zəhmət rahatdır, olmasa amma onu da başqa deyin. üsulla deyərsiniz, ona da baxarıq. Aha, ikisinə də Bir də mən baxaq. başa salacağam. Ha, deyərəm, yenə Şey qayda mi? zaman. Bir dəqiqə. İkinci məsələ nədir? Bax, bunu çəkirsən vərəqin üstünə imtahanda, düzdür? Ən gözəl deyəsən o deməli. Normalda klubların çox rahat üsulu bilsinlər pozan. Amma indi imtahanlara son vaxtlar imtahanlara pozan qadağa qoydular. Magistr və dövlət qulluğu imtahanlarında. Dövlət qulluğunda onsuz da qadağan idi, magistrda da qadağa qoydular pozana. Ona görə keçirik ki, düzdür, bunun barmaq qaydası var. Mən sizə sonda onu da izah edəcəm. Barmaq qaydası şeydir, əslində klub pozan qaydası var. Onu biləndən sonra barmağınızı pozan kimi istifadə edə bilirsiniz. Misal üçün, 5 fevralda klubdan düşmüşdü sual imtahana. Tələbəmiz var, deyir ki, elə barmağıma çəkdim, promet atdım cavabı. İndi, bax, A bəndini yoxlayıram. Bax, B-nin üstündə C-dir. Bax, bir dənə bu kubu belə fırlatsan, vərəqə çəkmirsən də vərəqi döndərirsən. Görsən? Bax, bu nədir? B-nin üstündə C-dir də, hə? B-nin sağında nədir?
F değil. Böyle A bəndi də aldı da cavab. Tamam, baxın. Bunu biraz döndərsən, bax, elə eynən bu hissəni görmüş ola bilərəm. Bax, bu Belə hissəni. döndərəndə daha rahat olur müəllim tapmaq. Əslində bax, eyni şeydir ya. Bax, mən kuba buradan baxın deyəndə elə bil ki, siz kubu döndərirsiniz də sol tərəfə. Yəni bax, kuba həqiqətən bir dənə bu tərəfdən baxın. Bax, B-nin üstündə C-dir, B-nin sağında F-dir. Ondan sonra, məsələn, bax, tutalım. Bax, gəl B bəndinin səhvini deyim də sizə. Bax, A-nın, bir B bəndinin səhvini tutursan, dost, A-nın sağında F ola bilməz. A-nın sağında B-dir. Nağd ona görə bu səhvdir. Bax, burada 2 dənə B var, aləm deyib bir-birinə. Burada bax, B-nin sağında F. Bax, B-nin sağında F belə dayanmalı. Görürsünüz, yerləri qarışıb düşür. B-nin sağında F bu cür olmalıydı. Burada isə bax, misal üçün, gəlin D bəndini yoxlayaq biz. Bax, mərkəzdə D belə olsun. Bax, D-ni elə bu kubu elə fırladıram ki, mərkəzdə D belə olsun. Baxın, görürsünüz, bax, mərkəzdə D, üstündə C. Düzdürmü? D-nin sağında F olmalıdır, amma F D-nin sol tərəfində. Görürsünüz, sağında bunun yeridir axı. Tamam. Bax, məsələn, növbəti bir suala baxaq. İndi mən bu sualı, misal üçün, baxıram bax bu suala. Bir dəqiqə. Aha. Baxırıq 10. Gəl 12-ci sualda 2 cür izah edeyim. İndi bir dənə sizə sual verim. Bax, bu kubun açılışıdır. Bilirsən ki, bunu şifahi büküb yığmaq da olur. Yaxşı, sən bu kubu bükəndə, yığanda yəni, özünə tərəf mi yığırsan, yoxsa arxa tərəf mi yığırsan? Səncə kubu özümüzə tərəf büküb yığmalıyıq, yoxsa arxa tərəfə büküb yığmalıyıq? Arxa tərəfə. Arxa tərəfə bükməli ki, özümüz tərəfə aydın görsənsin. Arxa tərəfə. Bayaqda saxlayın. Aha. Kubu həmişə arxaya bükürsən. Səbəbi nədir? Arxaya da. Çünki kubu sən özünə tərəf bükəndə bu rəqəmlər, hərflər kubun içərisində qalacaq. Sənə isə lazımdır kubun çölündə qalsın. Aydın, kubu həmişə arxaya bükmək lazımdır. Məsələn, A-ya baxırın. A səhvdir. B-nin sağında A ola bilməz. Görürsünüz, B-nin sağında C. Getdi. Buna baxıram. Bax, B-nin baş tərəfi F-ə baxa bilməz. B-nin ayaqlarında olmalıdır. Görürsünüz, B-nin ayaqlarında F-dir. Burada B-nin baş tərəfində F veriblər. Burada B-nin ayaqlarında F-dir. Bax, B-nin ayağı. Evet ki, bu kuba belə baxarsan da, bax, bu F-a, bax, bu hissəciklərdir. Düzdürmü? Bax, B-nin üstündə F-dir. Bax, bu kuba tərsinə baxmalısan. B-nin üstündə F, uca B-nin sağında A olur. C qalır da cavab. Bax, C-nin lap dəqiqliyini yoxlayarıq. Bu ümumiyyətlə səhvdir. Dedi ki, B-nin baş tərəfi Y-yə baxmalıdır. Burada B-nin baş tərəfi A-ya baxır. Burada B-nin arxa tərəfi var. Bax, B-nin arxa tərəfi A-ya baxmalıdır. B-nin arxa tərəfi C-yə baxa bilməz. B-nin qabaq tərəfi C-yə baxır. D bəndini bəs sən necə görə bilərsən? Baxın, bu kuba tərsdən baxsaz, B-nin üstündə F-dir, B-nin sağında, ki, yanlışsan buradan baxırsan kuba. Yanlışsan bu tərəfdən baxırsan kuba. B-nin üstündə F, B-nin sağında. Bu bizim təbii ki, birinci metodumuz. Bunun ikinci metodu nədir? Yenə bayaq Mən axşam bir dəqiqə bağışlayın. Biz üzr istəyirəm. Yəni necə bilmək olur ki, yuxarıdan baxmaq lazımdır, aşağıdan baxmaq lazımdır və yaxud da ki, düz baxmaq lazımdır. Yəni bunu necə müəyyən edirsiniz? Aha, başa düşdüm. Bax, elə yerdən baxın ki, B-ni bu form, B bu cür görünür də hal-hazırda. Elə yerdən baxın ki, B-ni bu cürünə görəsiniz. Necə baxa bilərsiniz? Ancaq tərsdən. Məsələn, sən buradan baxsan, B-ni belə görəcəksən. Bax, buradan baxsan. Buradan baxsan, B-ni belə görəcəksən. Belə bir şey. Bəli, Aydın bəy, buyurun. Axşamınız xeyir. Mənim elə bir ki, kubu büküb 180 dərəcə fırlayıblardı C variantında, düzdür? Aha, büküb döndərirsən, bəli. Bax, məsələn, bax, gəlin indi. Bunu çəkdiyi laf vərəqin üstünə bayaqki metodumuzu tətbiq edəyik. Bax, bu bizim kubumuz deyil, düzdürmü?
Gəlin elə eləyim ki, B-nin üstündə F alınsın. Bax, bu kubu 180 dərəcə döndərsən nə olur? Görsən? Bax, B-nin üstündə F-dir, düzdürmü? B-nin sağında A olur mu? Şu. Cavab qalır C-dən. Yəni, əmsalda bunu vərəqə çəkib döndərə bilirsən. Tamam? Məsələn, aha, baxıram buna. Bax, məsələn, burada. D-nin sağında A-dır, bax. Bu D var, ha. Bilirəm, bax, bu D-ni olduğu kimi götürə bilərəm bura. D-nin sağında A bu düzdür. Amma D-nin Y səhv. üstündə Y. Amma Y bir dəfə dönəndə Y belə olmur Sola bir dəfə. baxmalıdır. Bəli, bir dəfə də dönəndə Y sola baxmalıdır. Bax, bu səhvdir. Ona görə bunu çıxırsan. Məsələn, bax, B-nin sağında A-dır. Amma burada görürsünüz kərləmayarlar dayanıblar, tərsinə dayanıblar. Ya bu kuba tərsindən baxmaq lazımdır. Bax, B-nin sağında A-dır. Aha. F B-nin düzgün də burada. üstündə. Bax, ümumiyyətlə burada ən azından baxsan, B ilə F eyni cür istiqamətdə dayanıb. İkisi də dik Bəli. dayanıb. Burada B dik dayanıb, F aşmış formada dayanıb. Bu ümumiyyətlə yanlışdır. Burada A-nın ayaqları F-ə baxır. Bax, düzdür. Və A-nın, ki, B-nin sağında A-dır. Bax, bu səhvdir. B-nin arxası A-ya baxmalıdır. Bax, burada B-nin qabaq hissəsi A-ya bax. Bu səhvdir. İndi, məsələn, bax, F-in üstündə Y ola bilməz axı. F ilə Y qarşı üzdür. Ona görə Y-ni də çıxırsan, cavab qalır D-dən. Hansı ki, bax, A-nın ayaqları F-ə A-nın baxır. solundadır. F gəlir, dayanır belə. A-nın ayaqları F-ə baxır. A-nın da solunda qalır D. Yəni, bu D-də gəlir şu. Bunu belə də eləyə bilərsən. Sabah bu kubu çəkdin yenə pozana. Bax, yəni, D bəndini yoxlayıram. Baxın, eləyim ki, A tərsinə dayansın. Görürsünüz? Bax, bu bizim A-mızdır. A-nın, bilirəm, axı sağında deyil. Bax, bu D var, ha. Bu D-ni gətirib yazıram buraya. Necə var, elə yazıram. D. A-nın üstündə F necə olur? F gəlir belə dayanmır. Cavab qalır D variantı. Bunun çox sadə versiyası pozandan eləməkdir. Prosta yenə deyirəm, pozan imtahanda qoymurlar. Pozanla mahiyyətini başa düşsəz çox asandır. İndi burada ayağını çəkili izah edə bilirsən. Barmaq məsələsi necə olur bəs? Bəli, eyni şeydir. Bax, barmaq məsələsi deyir ki, bax, birinci pozan dərsdən sonra mən sizə pozan videosu göndərəcəm. Bir dənə baxarsınız pozanla necə eləyirsən. Pozanı tapdım, pozan qaydasını başa düşəndən sonra dalıca barmaq videosunu göndərəcəm ki, yəni barmaqla necə eləyə bilərsən. Pozanı elə barmaq kimi istifadə edirsən. Tamam? Pozan qaydası ilə çox rahat tapılır. İndi bir dənə buna baxın. Burada nə gözür? Nə düşünürsünüz? Evet, cavab. Ah, bəli. Cavab elə Y variantıdır. Baxan kimi olsa görünür. 6-nın sağında 2-dir, düzdürmü? Bax, 6 var, 6-nı bura götürə bilərəm də olduğu kimi. 6-nın sağında 2-dir. Baxın, ev ki, bəli. 6-nı bura götürə bilərəm. 6-nın sağında 2-dir. 6, bax, bu biri aşırsan bura, 6-nın üstündə 1-dir. Bax, hər şey görünür də burada. Bitdi, getdi. Bax, elə bu hissə görünmüş olur bizdə.
Məsələn, A-nı ona görə çıxarsan ki, 4-ün sağında 2 yox, 4-ün solunda 2-dir. Məsələn, yenə baxaq. Aha. Burada nədir? Altı. Bəli, elə baxan kimi ayısı görünür. Ki, yəni 5-in sağında 6-dır, 5-in üstündə 1. Bəli. 5-in sağında 6, bu 1-i aşırsan bura olur belə. Bu olur belə. İndi. Məsələn, burada bəs. C variantı orada bulacağım. Cavab olur C variantı. Bax, görürsünüz U-nu tərsinə tutublar. Yəni sən bu kuba bu tərsdən baxsan, yəni ki, çıxırsan buradan baxırsan, tərsinə baxın. U-nun üstündə N-dır da, görürsünüz. Bax, U-nun üstü bura olur axı. Bax, bu N-ni aşırsan bura. N gəlib yanır belə. U-nun üstündə N. U-nun sağında L-dır. Bax, U-nun buradan baxıram, U-nun sağı bura düşür. Bax, bu L gəlir olduğu kimi bura. Yəni, bax, bu formada hər şey düzəlir. Bax, əgər bu da çətindirsə, nə edirsən? Götürürsən, bunu çəkirsən vərəqin üstünə. Bax, gəl bir dənə C bəndini yoxlayın, baxın. Görürsünüz, bax, bu U hərfi oldu da belə. 180 dərəcə döndərdim bunu. O-nun üstündə N gəlib belə olmalıdır. U-nun sağında da ki, bax, bu L var ha. L-i bilirəm, bax, ən sağa gətirə bilərəm olduğu kimi. Hər şey düzəlir. Şübhəli variantı olan var, səhvini göstərin. Məsələn, ən azından bax, M-in üstündə K olmalıdır. M-lə K, M-in baş tərəfi K-nın ayağına baxmalıdır. M-in baş tərəfi N-ə baxıb səhvdir. M-in baş tərəfi K-nın ayağına baxmalıdır. Burada M-lə K-nın istiqaməti səhv. Bax, ən azından belə-belə şeylərini tapa bilərsin. Burada bax, M-in ayaqları N-ə baxmalıdır, amma N olmalıdır belə. Görürsən, M-in ayaqları düz N-ə bax. Yəni, belə deyim də, bunları fırlada yaza da bilərsin. Belə. Amma ehtiyac yoxdur. Yəni, sadəcə hər dəfə bizə lazım olanda yazsaq daha yaxşı. Bu olur belə. Bu dəfə kubun bağlı versiyasını verib açılışını soruşur. Burada məsələ nədir bəs? Məsələn, baxın, B-ni çıxaram, bilirsiniz niyə? Bax, N-nın üstündə M olmalıdır. Bax, burada N-nın üstündə, M-ni aşırsam N-nın üstünə, M gəlib belə dayanmalıdır. Əyri, görürsünüz? B səhvdir. Burada düzdür. Bax, C bəndə cavab baxan kimi görünür. Bax, bu M-ni aşırsam M gəlir normal kimi dayanır. Sağında da L deyil. Bax, bu hissələr olur da. Baxan kimi bunu da rahat nə eləmək olur, görmək olur. Olur belə. İndi bu tip suallara baxırıq. Bu tip suallar daha asandır, çox rahatdır. Nə edirsiniz burada? Bunu artıq növbəti linkdə baxaq. Sonra keçirik daha qəlizlərinə.